Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Zaur Seyidzadə bugünkü videoda məlumat verəcəm ki, hansı halda kreditin və digər borcların ödəməsinə bağlı kimlər güzəştləri var. Eyni zamanda məlumat verəcəm ki, hansı halda əmlaki müsadə olunması yol verimi, yəni bunlarla bağlı güzəşt var. Eyni zamanda məlumat verəcəm ki, hansı halda məhkəmə icraçısı birbaşa məhkəmə qərarı olmadan gəlib sizə evdən çıxarda bilər borclarla bağlı. Eyni zamanda hansı halda mütləq məhkəmə qərarı olmalıdır. Kiməsə maraqlıdırsa video sonuna qədər izləsin, hər şey aydın olacaq. Əgər fərdi qaydada məsləhət istəyirsiniz, qeyd olunan telefon nömrəsinə əlaqə saxlaya bilirsiniz. Zəhmət olmasa sıralarınızı WhatsApp-a səslə göndərin. Hörmətli izləyicilər. Qeyd edin ki, YouTube kanalına abunə olan şəxslər üçün telefona hüquq məsləhətin verilməsi, eyni zamanda əyanın məsləhətin verilməsi 10 manatdır. Bəyənə keçən mövzuya. Amma xahiş edirəm ki, əvvəlcədən videonu bəyənin və YouTube kanalına abunə olun ki, daha çox şəxsin bu barədə xəbər olsun, mənim əziyyətim hədər getməsin. Bəyəni keçək güzəştlərlə bağlı məlumata. Hörmətli izləyicilər, diqqətlə baxın, hər şey aydın olacaq. Əvvəlcədən onu qeyd edin ki, mənim diliyəm məhkəmə qərarları əsasında olan borclara aiddir. İstər kredit olsun, istər digər borclar olsun. Hörmətli izləyicilər. Birinci onu qeyd edin ki, əgər mülkiyyət sahibi vəfat edibsə, vərəsəyə pay götürübsə və vərəsə həmin evdə yaşayırsa, yeganə yaşayış evidirsə, yəni yeganə yaşayış yeridirsə, o halda həmin əmlak müsadə oluna bilməz. Baxmayın ki, vəfat etmiş mülkiyyətçinin borcu var. O halda, hörmətli izləyicilər. Amma burada bir məsələ var. Qeyd edin ki, əgər işləyirsinizsə, maaş alırsınızsa, eyni zamanda yaşı görə və yaxud da vəzifəyə görə pensiya alırsınızsa və ya əlilliyə görə pensiya alırsınızsa, müavinət alırsınızsa, bunu həm hüquqşünas kimi deyəm, həm əlillik arabasında olan şəxs kimi deyəm, öz təcrübəmə əsasən pensiya müavinətə yönəldiləcək. Yəni orada hər ay 100 manat, 200 manat indi nə kadərsə tutulacaq. Hörmətli izləyicilər. Əvvəlcədən onu qeyd edin ki, pensiyada müavinətlə 50%-dən artıq tutulmasına icazə verilmir. Eyni zamanda əmək haqqından artıq ola bilməsi tutulmağa nəzərə alın, hörmətli izləyicilər. Əsas məsələdən biri budur, mütləq qaydada. Orada qeyd edin ki, hörmətli izləyicilər, mənim dediyim mülkiyyət sahibi sağdırsa, o halda ona şamil onu. Yəni onun yeganə yaşayış yeridirsə, öz razılığı əsasında evi banka girib qoymuşsa, mütləq qaydada onu da yəni belə əmlaki müsadə oluna bilməz. Nəzərə alın. Bundan əlavə qeyd edin ki, hörmətli izləyicilər, mütləq qaydada qoyulursa, dediyim kimi onun razılığı olmalıdır. Yoxdursa